Xətai prospekti. Taxtında vüqarla əyləşib, ciddi nəzərlərlə ətrafa göz gəzdirən, qələmini qılıncına tən tutan Şah İsmayıl Xətainin heykəli burada yerləşir. Şah İsmayıl Səfəvi 38 il ömür sürmüş görkəmli dövlət xadimi, ana dilində yazıb yaradan gözəl şair, xalqımızın ictimai, siyasi və mədəni yüksəlişində müstəsna xidmətləri olan nadir şəxsiyyətidir. O, Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldırmış, Xətai təxəllüsü ilə sadə və şirin bir dildə oxunaqlı şeirlər yazmış, elm və incəsənət adamlarını himayə etmişdi. Vahid Azərbaycan dövləti, Böyük Səfəvilər imperiyasını yaratmışdı. Şah İsmayılın hər iki valideyni Azərbaycanın görkəmli soylarını təmsil edirdi. O, ata tərəfdən nüfuzlu Sufi Seyid nəslinə, ana tərəfdən isə qüdrətli Azərbaycan Türkman sülaləsinə mənsub idi. Ərdəbil hakimi Şeyx Cüneydin oğul, Ağqoyunlu hökmdarı Uzun Həsənin qızından olan nəvəsi idi. Xətai qısa ömrü ərzində vaxtının çoxunu dövlət işlərinə sərf edib. Bu böyük sərkərdə şahlığının ilk 14 ilində 14 ölkə fəth edib, qüdrətli bir səltənət yaradıb. Bununla bərabər zəngin ədəbi irsdə miras qoyub. Bu abidənin müəllifi, Respublikamızın xalq rəssamı, Azərbaycan və keçmiş SSR dövlət mükafatları laureatı, görkəmli heykəltaraş İbrahim Zeynalovdur. Monumental heykəltaraşlıq sahəsində də onun bir sıra çox dəyərli sənət nümunələri mövcuddur ki, onlardan biri də məhz bu əsər, yəni Şah İsmayıl Xətai abidəsidir. İbrahim Zeynalov yaradıcılığının fərdi xüsusiyyəti ondadır ki, o obrazda daha çox jestlərə fikir verir. Şah İsmayıl Xətai obrazına da biz gəlinik, diqqətlə baxsaq görəcəyik ki, bu obraz həcmcə çox da böyük olmasa, möhtəşəmliyi ilə fərqlənir. Daxili bir əzəmət var bu obrazda. Və Şah İsmayıl Xətaini tanımayan belə artıq bilir ki, Şah İsmayıl Xətai kim idi? Sərkərdə, hökmdar, şair, filosof və vətənini sevən qeyrətli, vətənpərvər bir övlad. Şah İsmayıl Xətai mərmər postament üzərindədir və tuncdandır. Çünki tunc materialın özü elədir ki, o abidədə, dediyim kimi, o geyimdəki qatları, elementləri, dekorativ elementləri daha gözəl göstərə bilir. Üstəgəl də, deyim ki, postament üzərindəki yazı ki var, onun özünün haşiyəsi məhz hərbi geyimlərdə istifadə olunan nəbati ornamentlər üslubunda yaradılır. Hər heykəltaraşın özünə məxsus yaradıcılıq xüsusiyyətləri var. İbrahim Zeynalovun əsərləri forma müxtəlifliyi, bədii ifadə vasitələrinin zənginliyi, emosional yükü ilə bir-birindən tamam fərqlənir. O, növbəti işində də sanki prototipin yaşadığı tarixi mühidə onun fərdi dünyasına nüfuz edib, Şah İsmayıl Xətainin obrazını göstərmək istədiyi kimi yaratmağa nail olub. Abidədə diqqət çəkən daha bir məqam isə heykəltaraşın dekorativ elementlərdən diqqətlə və qaydasında istifadə etməsidir. Yüksək bədii estetik dəyəri, plastik forma rəngarəngliyi və milli koloridi ilə seçilən bu əsər Azərbaycan heykəltaraşlığının kamil nümunəsi sayıla bilər. İbrahim Zeynalov Şah İsmayıl Xətainin adına və əməlinə layiq dolğun obrazı yaratmağa müvəffəq olub.